Hoş geldiniz. Orxan salam. Salam aleyküm, hoş geldiniz. Minnətdarım, sizəsiz. Yaxşı olun. Buyurun. Kubikləri çatdırdınız. Ha, gel. Şükür, salamatçısın, Allah köməyiniz olsun. Yaxşıdır hər şey, sizdəkilər necədir? Yaxşıdır. Ya bir gün söz. İnşallah. Aman da olsun. Nə yerdədir məsələlər? Nə vaxt başlayır? Yəni indi. Bu gəlib Material olsa, Material Mahir müəllim sağ olsun, kubik göndərib. Allah köməyiniz olsun. Samet də var o. sağ olun. Yo, bizim borcumuzdur. Mən de rayonun millət vəkiliyəm. Burası bizim biraz iş qrafikimiz çox gərgindir. Xarici səfərimiz var idi, oradan qayıtdıq. İclaslarımız, başqa tədbirlərimiz həddən artıq çoxdur. Başqa da indi əlimizdən nə gəlsə köməklik göstərəcək. İndi inşallah gələ bir ümumi bir vəziyyət alınsın. Tikinti başlasın. Belə deyək də ortaya bir şəkil çıxsın hələ ki. Ondan sonra da nə lazımdırsa inşallah olunacaq köməklik göstəriləcək. İndi əlimizdən nə gəlir edirik. Rayon cəmaatı da. Hamı kim sağ olsun, kim bir daşı daş üstə qoyursa Allah qatında böyük savab. Bu coşqun elə əvvəldən də bu deyil. Kəndin icra nümayəndəsidir, sağ olsun. Köməklik eləmişdi, evdən də biraz köməklik eləmişdi ailəsindən, sağ olsun. Olunacaq, köməklik göstəriləcək. Sağ olsun, baba Orxan uşaq. Allah köməyiniz olsun. Orxan sağ olsun, Orxan Gəlib yaxşı bizə olan. nəzarət edir, yoxlayır. Bir neyimiz var, neyimiz yoxdur. Valla sağ olsun. Sağ olsun. Dəli oğullar var, sağ olsun. Orxan yaxşı olandı, mən o məktəb Allah var eləsin. Rayonun belə deyək də, həmişə dərdinə, sərinə, xeyrinə, şərinə yarayan oğlan. Allah var eləsin, sahib gəlmişsiniz. Minnətdarım, çox sağ olun. Sağ olun. İndi elə əlimizdən nə gəlirsə. Hələ yəni bu böyük bir şeydir. Həqiqətən də indi inşallah ki bir ona görə qalmışdı işimiz. Sabahdan başlayarıq Allahın köməkliyi ilə. Müəyyən qədər qalxar. Ondan sonra da indi Allah kərimdir. Nə lazım olsa siz qeydə alın. İcra hakimiyyəti ilə də danışarıq. Nə lazım olsa təbii ki icra hakimiyyəti də köməklik göstərəcək. Bizim də əlimizdən nə gəlirsə lazım köməklik göstərəcək. Baş gəldi. İndi başlasın, iş başlasın, ondan sonra Allah göstərəcək. Bu indi bu yanğın nə vaxt baş vermişdi? Yanvarın 29-u. Fevraline, hər yanvar. Yanvarın 29-u. Yanan ev oradadır. Prosesal coyu yararsız vəziyyətdədir tam. Ona görə məsləhət gördülər ki, Baxarıq indi kesin orada bax. onu artıq bərpa etmək mümkün deyildi. Ona görə məcburi kənarda ayrı bir xudmani belə deyək. İlzam bir ev tikməyə. Belə həyətin ərazisinə daxil. Bəli, bura həyatın ərazisidir. Allah köməyiniz olsun. Orada bir baxarıq. Keçək baxalım. Yanı da. Tamamilə yanıb taxtası, ümumiyyətlə burada material yoxdur. Həm də bu kərpicdən deyənə buradakı materialları da istifadə etmək olmur. Yenidən məcburdur ki bu evi söksünlər, sadəcə fövqələdənin rəyi lazımdır. Bu tamamilə yararsızdır. Tamam yanı da burada. Baxdılar bunu bərpa etmək qeyri-mümkündür. Yəni bərpa olunsa yenidən yəni gələcək yerə o da artıq israf olunacaq da boş-boşuna. Palatkanı da o vaxt müvəqqəti İcra hakimiyyətindən göndəriblər bunu sağ olsun. Hüseyin müəllim səhv etmirəmsə, Hüseyin müəllimdir. Onu elə gecə ilə gətirib quraşdırıb. Həmin gün səhər gətirdik. Bir də yataqlar vermişlər icra hakimiyyətindən. İşığı da qoşublar. İşığı, qazı bir şey eləmiş. Qazını Vurdu qazı şey. yox ata vurmur. Yox, şey eləmiş. İşığı masada çağırıb qoşduqdu. Yox, rəhməti gedim. Bir oğlu, bir də yolcu rəhməti gedim. Allah Sağ saxlasın. olun. Neçə yaşın var? Danışmır, 3 yaş olur, danışmır. Allah kömək olsun. Danışar inşallah. Sağ ol, Allah saxlasın. Xoş günlərin Sağ görürsün. ol. Allah canlı sağ olasın. Allah bir də dərdsə verməsin. Sağ ol. Nə bax, mən bu evdən 3 dənə əsgər yola salmışam. Yoldaşım mənim özü könüllü Qarabağ iştirakçısı olub. İndi ölür də yox. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nədən əmələ gəlmiş? Nə idi səbəb? Nədən oldu? Elektrik
Naqillərin Qapanma olub. Evdə Sıcaq. heç kim olmuyor. Heç kim olmadı. Yaşayış olmuyor. Yaxşı ki, Allah. Yaşayış yox idi evdə. Var, Yaxşı, evdə yox, evdə olmamışsınız Evdə həmin. olmamışsınız. həmin gün yaxşı gəl evdə oldu. Allah'ım Olmamış. yenə çox şükür. Uşaqlar falan Allah eləməsin. Çox şükür. Ha, çox Uşaqlar nənəsi gildə olublar, gəzməyə getmiş. Yenə çox şükür ki, yəni tələfat olmayıb. Sonra telefon nömrəm də var. İndi Simran müəllimdə, indi icra nümayəndəliyində, Orxan da indi. Allah kömək Burdadır, nə lazım? Əlaqə saxlayarıq Əlaqə lazım olsa. saxlayacaq. Sağ olun. Bura gəldiyimə görə. Yox, yox, borcumuz belə. Tez Nə gəlməli idim düşdüyümə biraz. görə. Prosta biraz baş Hə, qarışıq sağ idi. olun. Allah hamımızdan razı olsun, Sağ olun. hamımızdan. Allah Çox sağ köməyiniz olun. olsun. Allah sizə canınızı sağ olun. Sağ olun, sağ olun, çox sağ olun. Bismillah. Başqa bir söz qulluq olsun. Sağ olun. Allah kömək Allah olsun. Sağ şərəfən olun. beləsin. Allah razı olsun. Sağ olsun Şabran şəhər millət vəkili Mahir Süleymanlı bu Sağ gün bir maşın mişardaşı boşaltdırdılar bu əraziyə və bundan sonra da nə köməklik lazım olacaq? Bəli, millət vəkili tərəfindən nə köməklik lazımsa göstəriləcək və maddi olaraq da yardım elədi. Bibimizin vəziyyəti o da iyi, çalışa bilmir, işləyə bilmir, canı tam qaydasında deyil, səhhəti. Və bildirdi ki, bundan sonra da öz köməkliyin göstərəcək. Sizdən də xahişim odur ki, siz də öz köməkliyinizi göstərin, həmin yanan evi tez bir zamanda inşa edək. Kart nömrəsi qeyd etdiyim kimi profildə var. Daxil olub oradan öz köməkliyinizi edə bilərsiniz. Bu qədər.